ruh olan şeylerin şəklini çəkməyin haram olması. La siyyama li ahli salahillezine yukhsha min suwarihimul fitne. Ələxüsusda ki, o salih kimsələr ki, onların şəklini çəkməklə fitnəyə düşməkdən qorxu var. Yəni, insanlar fitnəyə düşər. Və İbn-i Daqiq-i-İd rahimullah hədisin şərhində buyurur ki, fi dəlili alə təhrimi mislu hədəl fi'l. Yəni, bu hədis bu əməlin haram olmasına dəlildir. Və qad təzahərat dəlailu şəriə aləl mən'i minət tasviri və suvar. Artıq şəriətdə dəlillər sabit olmuşdur ki, şəkilin və şəkil çəkməyin qadağan olması barəsində. Və laqad əb'ədə gayətəl bu'di mən qalə innə zəlikə məhmulun aləl kərahə. Və bu məkruhdur deyən kimsələr şəriətin məqsədindən uzaq düşən kimsələrdir. وأن هذا التشديد كان في ذلك الزمان لقرب عهد الناس بعبادة الأوثان ve həmçinin deyir ki İbn-i Daqiq-i-İd rahimullah deyir ki bəzi insanlar var deyirlər ki bu o vaxtı idi, yəni şəkil çəkməyin haram olması o vaxtı idi, çünki insanlar o vaxtı bütpərəstliyə yaxın idilər, onların yəni bu şirkə vəsilə olmağa düşmə qorxusu var idi, amma indi bu o qorxu yoxdur deyirlər. Aydındır? Yəni bu cür şübhələr gətirirlər. Və hədə zəman haythu intəşərəl İslam və təməhhədət qavaiduhu la yusawi fi hədəl mə'nə. Artıq deyir ki, bugünkü gündə İslam dini yayılıb və öz yerini, öz dəvətini tutub, yəni hədisdə qəsd olunan bu deyil. Fələ yusawihi fit təşdid. Və hədəl qavl indənə batilun qat'an. Və İbn-i Daqiq-i-İd deyir ki, bu sözlərin hamısı bizə görə batildir. Bizə görə nədir? Batildir. Və həmçinin İmam Əs-Sana'ani rahimullah da İbn-i Daqiq-i-İd rahimullahın sözünü təsdiqləyir. İbn-i Daqiq-i-İd rahimullahın sözünü təsdiqləyir ki, onun sözü doğrudur.